Azərbaycanın çayları. Azərbaycanda çayların orta illik axım həcmi 31 kub kilometrdir. Onun 10 kub kilometri ölkə daxilində, 21 kub kilometri isə ölkə sərhədlərindən kənarda formalaşır. Digər ölkələr ərazisində formalaşan belə çaylar tranzit çaylar adlanır. Azərbaycanda irili xırdalı 8359 çay var. 5 kilometrdən çox olan çayların sayı 190, 100 kilometr olan 21 çaydır, 500 kilometr olan 2 çay, bunlar Küraraz çaylarıdır. 25 kilometrə qədər 8188, 26-50 kilometr arası 1070, 51-100 kilometr arası 40 çay, 101-500 kilometr arası isə 21-22 çaylardır. Qidalanma xüsusiyyətlərinə görə və sulluq dərəcəsinə görə Respublikamızın çayları iki yerə bölünür. Axımı daimi olan çaylar, bir də yayda quruyan çaylar. Axımı daimi olan çaylar əsasən dağlıq ərazilərdə formalaşır, humid iqlim şəraitində olur və bol sulu olur. Əsasən qarışıq qidalanmaya malik olurlar. Yayda quruyan çaylar isə arid iqlim şəraitində yaranır və əsasən yağış suları ilə qidalanır. Belə çayların mənsəbi olmur, nisbətən quruyaraq məhv olurlar. Onlara kör mənsəbli çaylar deyilir. Son illərdə qlobal iqlim dəyişkənliyi səbəbindən axımı daim olan çaylardan bəzilərinin su sərfi azalmış və ya yayda tamamilə quruyub mənsəbinə çata bilməmişdir. Misal üçün, Qarabağ Vulkanik yaylasından başlayan çayların qidalanmasında yeraltı sular, Qarabağ silsiləsindən başlayan çayların qidalanmasında isə yağış suları üstünlük təşkil edir. Azərbaycan çayları coğrafi yerləşmə xüsusiyyətinə görə 4 əsas qrupa bölmək olar. Böyük Qafqazın şimal-şərq yamacın çayları, çəhrayı rəngdə göstərilən, sonra yaşıl rəngdə göstərilən Abşeron-Qobustan sahəsinin çayları, sarı rəngdə göstərilən Talış dağlarından axan çaylar və qalanları Kür hövzəsinin çaylarıdır. Başlayaq Böyük Qafqazın şimal-şərq yamacının çaylarından. Ümumi məlumat verək ki, Samur çayı, lap birinci, belə deyək də, Quton dağdan başlayır, həm tranzitli, həm də sərhəd çayıdır. Qusar mayılı düzənliyini Samur Dəvəçi ovalığında yerləşir, iqtisadi baxımından Quba-Xaçmaz iqtisadi rayonudur. İki tektonik zonadan keçir. Deməli, Böyük Qafqaz qalxması və Ön Qafqaz çökməsindən başlayır. Birbaşa Xəzərə tökülən çaylardır. Deməli, başlayaq. Birinci, Samur çayı. Samur çayı dedik ki, Quton dağdan başlayır. Həm tranzitli, həm sərhəd çayıdır. Xəzərə birbaşa tökülür. Əsasən Qusar, Xaçmaz ərazisində formalaşır. İkinci yerdə Qusar çayıdır. Qusar çayı Bazar düzündən başlayır. Qusar, Xaçmaz ərazisindən Xəzərə tökülür. Qudyal çay, Qudyal çay Salavat aşırımından başlayır. Quba-Xaçmaz ərazisindən Xəzərə tökülür. Bu üç çay, Samur, Qusar, Qudyal əsasən qar buzlaqlarla qidalanır. Qalan digər Böyük Qafqazın şimal-şərq yamacının çayları isə əsasən yağış suları ilə qidalanır. Qudyal çaydan sonra Qara çay gəlir. Qara çay əsasən Baş Qafqaz silsiləsindən başlayır, Quba-Xaçmaz ərazisindən. Sonra Viləş çay. Viləş çay əsasən Baş Qafqaz silsiləsindən, burada qeyd eləmişəm, Quba-Xaçmaz ərazisindən. Sonra Şabran çay, Şabran əsasən Şabran rayonu ərazisindən Xəzərə tökülür. Gilgit çayı isə Şabran, Siyəzən və qismən də Quba rayonundan axır və sonunda Ataçay. Ataçay Dübrardan başlayır. Əsasən Siyəzən rayonunda Xəzərə tökülür. Bunlar oldu Böyük Qafqazın şimal-şərq yamacın çayları. Başdan bir də deyək, Samur, Qusar, Qudyal, Qaraçay, Vəlvələ çay, Şabran, Gildil, Ataçay. Bu ardıcıllıqları şimaldan cənuba doğru düzməyi bilməliyik və yaxud da ki, cənubdan şimala doğru saymağı bilməliyik. Çünki testlərdə qarşınıza çıxacaq. İkinci yerdə Qobustan Abşeronu zonasının çaylarıdır. Ümumi məlumat verirəm ki, əsasən bunlar az sulu çaylardır. Orta dağlıqdan başlandığı üçün yağış suları ilə qidalanır. Çox vaxt Xəzərə çatmır, quruyurlar. 4 dənə əsas çaylardır. Pirsa, Sumqayıt, Ceyrankeçməz, Talçay. Palçıqlı sellər gətirirlər. Başlayaq. Birinci, Pirsa çayına. Pirsa çayı Şamaxı rayonundan başlayır, Hacıqabul rayonunda bitir. Deməli, Hacıqabul rayonunda eyni adlı su anbarına tökülür. İkinci yerdə Ceyrankeçməz. Ceyrankeçməz əsasən
Başlayır Xəzərin Qaradağ-Səngəçal ərazisində çox vaxt gəlib Xəzərə çatmır. Şamaxıdan başlayır Qobustan rayonu ərazisinə qədər. Üçüncü isə Sumqayıt çay. Sumqayıt çay Gülümdostudan başlayır Xəzərə tökülür. Şamaxı, Qobustan, Xızı, Abşeron, Sumqayıt rayonları ərazisindən axır. Burada bir dənə də kiçik çay var, Stal çay. Stal çay çox xəritələrdə göstərmirlər. Kiçik çaydır, Xızı rayonu ərazisindədir. Xəzərə tökülən çaylarda çox vaxt onlar yağış suları ilə qidalanır. Çox vaxt Xəzərə gəlib çatmır. Niyə? Quruyurlar həmin çaylar. Növbəti çaylarımız Lənkəran Talış vilayətinin çaylarıdır. Əsasən ümumi məlumat verək ki, yağış suları və yeraltı sularla qidalanırlar. Orta dağlıqdan başlayırlar, birbaşa Xəzərə tökülürlər. Bircə dənə burada Bolqar çay. Bolqar çay, burada Mahmudçala gölü var. Ora tökülür. Talışdan başlayır. Biləsuvar rayon ərazisində Mahmudçala gölünə tökülür. İkinci yerdə Viləş çayıdır. Viləş çayı hamısı yağış suları ilə qidalanır. Talış dağlarından başlayır. Əsasən yardımlı Masallı rayonu ərazisindən Xəzərə tökülür. Sonra Lənkəran çay, Lirik Lənkəran ərazisindən axır Xəzərə tökülür və Təngərud Astara. Bunlar hər ikisi Astara rayonu ərazisində formalaşır, Xəzərə tökülür. Şimaldan cənuba baxa Bolqar çay, Viləş çay, Lənkəran, Təngərud, Astara çay. Bunlar oldu Lənkəranın çayları. Növbəti Kürün sol qolu olan Şirvan zonasının çayları. Bu zonanın çayları Böyük Qafqazın cənub-şərqinə uyğun gəlir, böyük gətirmə konusu yaradaraq Küdrü Şirvan zonasına gətirir. Yeraltı və yağış suları ilə qidalanır. Yay aylarında intensiv suvarma səbəbindən Kürə çatmırlar. Kürün sol qollarıdır. Deməli, burada 3 çay, Göyçay, Girdimançay, Ağsu çay. Deməli, Göyçay, Girdimançay, Ağsu çayı yayda intensiv suvarma səbəbindən çoğa Kürə çatmırlar. Öz mənsəblərini itirirlər. Əsasən 2 fiziki coğrafi vilayətdən axırlar. İndi başlayaq bunları birinci. Əlican çay. Əlican çay əsasən Şəki, Oğuz, mənsəbi isə Yevlax ərazisindədir. Deməli, yeraltı sularla qidalanır. İkinci yerdə Türyan çay. Türyan çay əsasən Tufan dağdan başlayır, Qəbələ mənbəyidir. Ağdaşlı mənsəbidir. Türyan çayın 2 dənə qolu var. Burada qeyd olunmayıbdır. Belə deyək də, Dəmiraparan çay, bir də Tikanlı çay. Dəmiraparan çay qar yağış suları ilə qidalanır. Tikanlı çay isə yeraltı sularla qidalanır. Sonra Göyçay. Göyçay, İsmayıllı Göyçay. Deməli, İsmayıllı Göyçay Ucar Zərdab rayonu ərazisindən axır. Sonra, deməli, Girdimançay, İsmayıllı, Ağsu, Kürdəmir ərazisindən axır. Ağsu çay isə Kürdəmir, Ağsu ərazisindən axır. Kürə tökülən çaylardır. Sonra, Böyük Qafqazın cənub yamacının çayları. Böyük Qafqazın cənub yamacının çayları ümumi məlumat verək ki, bu zona Zaqatala, Lahıc, Qanıq çay vadisi ərazisindədir. İqtisadi baxımdan isə Şəki-Zaqatala iqtisadi rayonuna uyğun gəlir. Bu çaylar Azərbaycanda daşlı palçıqlı sellərə malik çaylardır. Azərbaycanda belə deyək də sellər 3 yerə bölünür. Palçıqlı, daşlı sellər. Bircə dənə bu zonanın çayları daşlı palçıqlı sellərə malik çaylardır. Digər zonanın çayları isə palçıqlı sellərə uyğundur. Böyük götürmə konusu yaradaraq Qanıq çay vadisinə gətirir. Gürcüstanla sərhədimiz çoxu bu zonanın çayları ilədir. Əsasən Mazım çay sərhəddə yerləşən, bir də Qanıq Qabırı. Mazım çay sərhəd çayıdır, Qanıq Qabırı isə həm sərhəd, həm də tranzit çayıdır. Niyə? Çünki Gürcüstan ərazisində formalaşır, gəlir Azərbaycana. Yeraltı sularla qidalanır. İndi ümumi baxaq şimaldan cənuba. Mazım çay, bu sərhəd çaydır dedik. Katix çay Balakən rayonu ərazisindədir. Qara çay, Kümrü çay Qaxın ərazisindədir. Sonra Əyri çay. Əyri çay Şəki rayonu ərazisindədir. 3 dənə qolu var. Daşağıl çay, Şin, Kiş, 3 dənə qolu var. Bu qollar Kürün 3-cü dərəcəli qoludur. Niyə? Çünki Əyri çayın qollarıdır. Əyri çay özü Qanığa tökülür, Qanıq da Kürə tökülür. Ona görə bu 3 dənə qollar Kürün 3-cü dərəcəli
qollarıdır. Sonra Kiçik Qafqazın şimal-şərq yamacının çayları. Bunlar əsasən Kürün sağ qollarıdır. Əsasən Gəncə Qazax düzündən axır. Qidalanma mənbələri əsasən yağış suları ilə qidalanırlar. Sərhəddə yerləşən çaylar, belə deyək də, tranzit çaylar, deməli İncəsu, Akstafa, Həsənsu, Tovuz çay. Bunlar əsasən tranzit çaylar. Çünki Ermənistan ərazisində formalaşır, gəlir Azərbaycana. Sonra Akstafa çayı üzərində eyni adlı su anbarı var. Baxaq bunlara ardıcıl. İncəsu, Akstafa, Həsənsu, Tovuz çay, Zəyəm çay, Şəmkir çay, Qoşqar çay, Gəncə çay. Gəncə çay ilə Şəmkir çayın ortasında Qoşqar çay Daşkəsən rayonu ərazisində formalaşır. Bu həmin Qoşqar çay ölkə daxilində ən çox çirklənmiş çay hesab olunur. Sonra Kürək çay, deməli Goranboy ərazisindədir. Bu çaylar əsasən iki fiziki coğrafi rayonundan keçirlər. Gəncə fiziki coğrafi rayonu və Qazax Qarabağ rayonundan axırlar. Burada Zəyəm çay ilə Şəmkir çay, Şəmkir su anbarına tökülür. Sonra burada Kürək çay var. Kürək çay əsasən Maralgöl və Göygöl Kürək çay hövzəsində yerləşir. Maralgöldən Göygölə isə Ağsu çayı axır. Qarabağ vulkanik yaylasının axan çaylar Tərtər çay, Qarqar çay, Xaçın çay. Tərtər çayı əsasən Gəlinqaya zirvəsindən başlayır. Kəlbəcər, Tərtər, Ağdam. Mənsəbi Tərtərdir. Burada kürə tökülür. Deməli, yeraltı sularla qidalanır. Deməli, bu Tərtər çayının üzərində 2 dənə su anbarı var. Suqovuşan və Sərsəng su anbarı. Suqovuşan Tərtərdədir. Amma Sərsəng isə həm Ağdərə, həm də Tərtərin ikisinin arasındadır. İndi Ağdərə öz rayon statusunu alıbdır. Əvvəl Kəlbəcərin daxilində gedirdi. Sonra Qarqar çayı. Qarqar çay birinci Xaçın çayı. Xaçın çayının üzərində Xaçın su anbarıdır. Kəlbəcər, Ağdam, deməli Ağcabədi ərazisində formalaşır. Qarqar çayı, bu hər iki çay Xaçınla Qarqar yağış suları ilə qidalanır. Qarqar çayı əsasən Şuşa, Xocalı, Ağdam, Ağcabədi, Xankəndi rayonlar ərazisindən axır. Xaçın isə Kəlbəcər, Ağdam, Bərdə rayonları ərazisindən axır. Kiçik Qafqazın cənub-şərqi Arazın sol qolu. Kürdən qurtardıq, indi keçək Arazın sol qolu. Arazın sağ qolunu biz belə deyək də, o qədər də görməyək. Əsasən Arazın sağ qolunda Qotursu var bu ərazidə, bir də Qarasu formalaşır. Biz əsasən testlərdə daha çox Arazın sol qollarını testlərdə istifadə edirik. Kiçik Qafqazın cənub-şərq yamacın çayları, Arazın sol qolları əsasən birinci başlayaq Həkəri. Həkəri çayının 3 dənə qolu var. Xocasu, Şəlvə, bir də Bərgüşad və yaxud da ki Bazarçay da deyirlər. Bazarçay, Bərgüşad eyni adı formalaşdır. Qubadlı rayonu ərazisindədir. Araza tökülür. Burada birinci baxaq Bəsitçay, Oxçuçay. Bəsitçay, Oxçuçay Zəngilən rayonu ərazisindədir. Sonra Köndələn çay. Köndələn çay isə Füzuli, Xocavənd rayonu ərazisində formalaşır. Burada bir dənə də İncə çayı var. Bu əsasən İncə düzündə axır. Sonra və sonda Naxçıvanın çayları. Naxçıvanın çayları yeraltı sularla qidalanır. Bircə dənə Gilan çaydan başqa. Çünki Gilan çay Zəngəzur, Qapıcıqdan başlayır. Ona görə qarbuzlaqlarla qidalanır. Digər bütün çayları isə yeraltı sularla qidalanır. Arpa çay əsasən tranzit çaydır. Çünki Qarabağ vulkanik yaylasından axır. Burada Ermənistan ərazisində və Naxçıvan ərazisində Şərur rayonu ərazisindən axır. Araza tökülür. Arpa çayının üzərində eyni adlı su anbarı yerləşir. Sonra Naxçıvan çay, Əlincə çay, Gilan, Ordubad.
Burada ümumi məlumat verək. Qərbdən şərqə doğru Arpaçay, Naxçıvan, Əlincə, Gilan, Ordubad. Bu çaylar Arazın sol qollarıdır. Arazın sağ qolu əsasən bayaq da dedim ki, İran İslam Respublikası ərazisindədir. Bu Qotursu ilə Qarasu çaylarıdır. Çaylar su formada istifadə olunur. Naxçıvan çayları ən hündür mənsəbə malik çaylardır. Palçıqlı sellər gətirirlər. Kükü çayı Naxçıvan çayın qoludur. Paraqaçay isə Gilan çayın qoludur. Naxçıvanın çayları əsasən iki tektonik zonadan axır. Kiçik Qafqaz və Araz-Cavan platforması. Ordubad çayı isə bir tektonik zonadan axır. Yalnız Kiçik Qafqaz zonası.